Allah Rəsuluna salavat deməyin fəziləti, Allah Rəsulu sallallahu aleyhi və səlləm, Muhammed sallallahu aleyhi və səlləmə salavat deməyin fəzilətləri. Hicrətin 597-ci ilində vəfat edən İbn-i Cəvzi rahiməhullah Bostanur Vaizin adlı kitabında səhifə 297-ci səhifədə bunları demişdir ki, bunu bilin ki, Allahın rəhməti sizin üzərinizə olsun. Muhammed sallallahu aleyhi və səlləmə salavat deməyin 10 fəziləti vardır. Birincisi, əziz və cəbbar olan Məlikin, yəni Allah subhanahu və taalanın salatıdır. İkincisi, yəni salavatıdır. İkincisi, seçilmiş olan Peyğəmbərin, yəni Muhammed sallallahu aleyhi və səlləmin şəfayətidir. Üçüncüsü, xeyirli və pak mələklərin yoluna uymaqdır, tabi olmaqdır. Dördüncüsü, münafiqlərə və kafirlərə müxalifət etməkdir. Beşincisi, xətaların və günahların silinməsidir. Altıncısı, istəklərin və ehtiyacların yerinə yetirilməsidir. Yeddincisi, zahirin və batinin nurlanmasıdır. Səkkizincisi, həlak yurdu olan cəhənnəm əzabından qurtuluşdur. Doqquzuncusu, rahat və qarar yurdu olan cənnətə girməkdir, yəni cənnəti qazanmaqdır. Onuncusu, Qafur olan Məlikin, yəni Allah subhanahu və taalanın salamıdır. Bax, bu 10 fəzilət Allah Rəsulü Muhammed sallallahu aleyhi və səlləmə salavat deməyin sahibinə qazandırdığı fəzilətdir. Ona görə də Allah Rəsuluna salavat deməyi çoxaldaq və savablar qazanaq və burada qeyd olunan fəzilətlərə nail olaq. Müxtəsər bu qədər. Allah bilir. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.